Avropa Komissiyası ilə əvvəlki komissiya zamanı, xüsusən də Avropa diplomatiyasının əvvəlki rəhbəri cənab Borrellin dağıdıcı rolu səbəbindən asan vaxtlarımız olmayıb. O əslində Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətləri demək olar ki, dağıtdı. İndi isə səbəbi məlumdur, çünki o korrupsiyaya uğramış bəzi şəxslərlə, o cümlədən Beynəlxalq Məhkəmənin keçmiş hakimi cənab Okampo ilə qəti şəkildə əlbir olmuşdur. Azərbaycan-Avropa İttifaqı ilə qarşılıqlı hörmət və bərabər hüquqlu tərəfdaşlıq prinsipləri əsasında əməkdaşlığın inkişafında maraqlıdır. Son illərdə enerji təhlükəsizliyi sahəsində Azərbaycan Avropa üçün əsas tərəfdaşlardan birinə çevrilir. Avropa Komissiyasının yeni rəhbərliyi ilə münasibətlərdə daha konstruktiv ab-hava formalaşdığı müşahidə olunur. Buna baxmayaraq Avropa təsisatlarının bəzi strukturlarında uzun illər ərzində formalaşmış anti-Azərbaycan yanaşması hələ də qalmaqdadır. Azərbaycana qarşı güya dostluq görüntüsü yaradan, amma əslində dost olmayan siyasət yürüdülür. Ya onlar Prezident İlham Əliyevin lider kimi rolunu və onun həm Azərbaycan, həm də Cənubi Qafqaz üçün əhəmiyyətini başa düşmürlər, ya da Azərbaycan xalqının mentalitetini, tarixini və mədəniyyətini anlamırlar. Azərbaycan-Qərb münasibətlərində ən həssas mövzulardan biri insan hüquqları məsələsidir. Dövlətimizin bu məsələyə yanaşması ondan ibarətdir ki, insan hüquqları universal anlayışdırsa, onun tətbiqi də bütün dövlətlər üçün eyni olmalıdır. Əks halda bu anlayış beynəlxalq siyasətdə geosiyasi təsir mexanizminə çevrilir. Yeni Kaledoniyadan və ya digər ərazilərdən daha kiçik olan, lakin dövlətçiliyə malik, Birləşmiş Millətlər Təşkilatında səsini ucalda bilən və öz bayrağı olan çox sayda ölkə var. Nə üçün onlar da bu hüquqa malik olmasınlar? Hesab edirəm ki, bu məsələ həm dövlətlərin, həm də vətəndaş cəmiyyətinin mövqeyini müəyyən edən mühüm bir sınaqdır. Düşünürəm ki, əgər dünyanın müxtəlif bölgələrində Bakı təşəbbüs qrupu kimi daha çox təşkilat fəaliyyət göstərsə, onlar belə qeyri-hökumət təşkilatlarının bir növ koalisiyasını yarada bilərlər. Bu səbəbdən Bakı təşəbbüs qrupu ətrafında formalaşan diskusiya təkcə insan hüquqları deyil, həm də geosiyasi rəqabətin yeni istiqamətlərindən biri kimi qiymətləndirilir. Azərbaycan bu platforma vasitəsilə Qərbin özünün tez-tez müdafiə etdiyi demokratiya prinsiplərini öz daxilində də tətbiq etməyə çağırır. Avrupa Parlamentosu ve Avrupa Konseyi'nin yıllardır Kafkaslarla ilgili ikincil politikaları devam ediyor. Özellikle Can Azerbaycan'ın Kafkaslardaki istikrar politikası ve Ermenistan'la yürüttüğü normalleşme sürecinden rahatsız oldu. Rəsmi Bakı münasibətləri strateji tərəfdaşlıq çərçivəsində inkişaf etdirməyə hazırdır. Lakin Azərbaycan milli maraqlar və dövlət suverenliyi məsələsində heç vaxt kompromisə getməyəcəyini açıq şəkildə nümayiş etdirir. Sabir Bilalov, Ruslan Həsənov, Yalçın Tahiroğlu, Pərviz Mustafayev, ASTV Xəbər.